Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, millət vəkili Tahir Mir kişinin təşəbbüsü, Qartal Tikinti firmasının təşkilatçılığı və maliyyəsi ilə 9-cu mikrorayon bina 20/21-in qarşısında sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün yeni söhbətgah yaradılıb. Layihə çərçivəsində əraziyə baxış keçirilib. Baxışda Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Tahir Mir kişili, Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və sakinlər iştirak edib. Sakinlər yaradılan şəraitə və göstərilən diqqətə görə razılıqlarını bildiriblər. Bugünkü gündə biz bax bu tikintinin, bu gözəlliyin açılışına gəlmişik. Bunun üçün burada bax bu işi görən, təşəbbüs eləyən hörmətli deputatımız Tahir Mir kişiliyə və bu tikintini yerinə yetirən Qartal firmasının direktoru Şahin müəllim başda olmaqla bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Çox sevindirici haldır belə işlərin görülməsi, biz sakinləri də stimul verir. Qartal firmasının işçilərini təşəkkür edirik onlara uzun ömür, can sağlığı. Çünki bu cürünə gözəl, yaxşı, yaraşıqlı burada besetka inşa etdilər. Bizim bu həyətin abadlaşdırılmasında Tahir Mir müəllimin, böyük deputatımızın böyük bizə kömək olub. Allah ona can sağlığı versin. Bu işlərin görülməsində onun böyük təşəbbüsü olub. Sağ olsun, var olsun, bütün qonşular adından, bütün sakinlər adından ona minnətdarıq. Ona böyük təşəkkürünü bildiririk. Qaldı ki, bir də bu abadlığı eləyən Qartal firmasının direktoru Şahin müəllimə, onun işçilərinə böyük təşəkkürümüz var, böyük ehtiramımız var. Allah ona can sağlığı versin. Bu gözəl işi, bu göz abadlığı biz üçün yaratdılar. Çıxış edənlər Sumqayıt şəhərinin son dövrlərdəki inkişafı barədə ətraflı məlumat verərək, belə layihələrin şəhərin abadlığı və sakinlərin rifahı üçün mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, bu layihələr bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.